Məsələdə verilib ki, radiusu 50 sm olan çevrə üzrə bərabər sürətlə hərəkətdir, periodu 10 saniyədir. M-dən K-ya gələndə yer dəyişməyə görə orta sürət soruşur. Biz bilirik ki, yer dəyişməyə görə orta sürət deyirsə, V orta bərabərdir. S ümumi bölünsün T ümumi olacaq. M-dən K-ya gələndə S yer dəyişmə, yəni ümumi yol 2 yerə bərabərdir. Əgər R-in də qiyməti 0,5 metrdirsə, onda yer dəyişmə eləyəcək. 0,5-i 2-yə vursaq 1 metr. Bir metr. Sonra bizdə periodumuz deməli 10 saniyədir. Amma deyir ki, M-dən K-ya gələndə. Deməli, burada yarım period istifadə olunub. Yəni, kiçik t bərabərdir 2-də 1 t anı. O da belə çıxır ki, 5 saniyədir. Gətirək burada yerinə qoyaq. S ümuminin qiyməti 2 yer eləyəcək. Bölünsün 2-də 1 t. Yəni 4R bölünsün period. Orada da yerinə qoysaq 4 vur R-in qiyməti 0,5, periodun da qiyməti 10 saniyə. Cavab 0,2 metr böl saniyə.